Azərbaycan Prezidenti İlham Əliyevin səfəri şərəfinə Özbəkistanın paytaxtı Daşkənd şəhərinin səmasında möhtəşəm dron şousu keçirilib. Daşkənd səmasına qalxan yüzlərlə dron Özbəkistan və Azərbaycan prezidentlərinin təsvirlərini, eləcə də hər iki ölkənin bayraqlarını formalaşdırıb. Bu möhtəşəm şou paytaxt sakinlərinin diqqətini cəlb edib və dronların görüntüləri sosial şəbəkələrdə geniş yayılır. Qeyd eləyək ki, avqustun 23-24-ü Prezident İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənddə dövlət səfəri başlayıb. Prezidentin səfərini işıqlandıracaq olan media nümayəndələrinin yola düşmə videosu yayılıb.